Mən hamınızı ürəkdən salamlayıram. Bu gün gözəl bir gündür. Azərbaycan mədəniyyətinin, Azərbaycan kinosunun doğrudan da sevilən əsl aktyorlarından biri, bizim qardaşımız, dostumuz. Bizdən də əvvəl kinoya gələn Ənvər qardaşımın bax bu günü hamımızı sevindirir. Hərdən fikirləşirəm o kitabın görürsən adı nədir? Mənə qalsaydı o kitabın adını qoyardım Kinola nəfəs alan insan. Bəli. Bilirsən niyə bunu deyirəm? Təxminən 10 il bundan qabaq, yəni kinostudiya zad bağlanmışdı da, faktiki işləmirdi. Bir nəfər cavan rejissor balaca bir film çəkirdi kinostudiyanın həyətində. Deməli, çəkilənlərdir və sonra gördük 2 nəfər gəldi. Deməli, Rafiq Nəsrov gəldi, dalıcan da Ənvər gəldi həyətə. Yəni, həyət də bərbad gündədir, seyğzat dağılıb hamısı, baxdılar filan, biraz söhbət zad elədilər. Ənvərin gözünə baxdım, gördüm Ənvərin gözündə bir qəribə bir ifadə var. Elə bil ki, evini, həyətini belə birazdan tərk eləyəcək, buralar yox olacaq bir adamın həsrəti vardı gözlərində. Mən onda başa düşdüm ki, bu insan kinola yaşayır. Bu kinola nəfəs alır. Və mən Ənvəri görəndə həmişə yadıma İçəri şəhər düşür. Niyə İçəri şəhər? Çünki mən İçəri şəhərdə anadan olmuşam. Biz olurduq Bakı Sovetindən girəndə o Meştibatda Ağasadıq gəlir, Möhsün Sanani ilə görüşürük. O da əllərini qaldırır, deyir, apar bəyə yola sal, axşam bizə qonaq gələrsən. Ay, sağ ol. Ondan o tərəfə hal-hazırda bir bina vardı. İndi orada İtalyan səfirliyi idi. O İtalyan səfirliyi bir bina idi. Bir kişinindir, Xozeyni idi, yaxşı kişi idi, Allah rəhmət eləsin. Mən o həyətdə böyümüşəm və İçəri şəhərdə nə film çəkilibsə, demək olar ki, hamısını görmüşəm. Amfibiyalı adam, məmlüklər, axırıncı düyüm, olmasın, bu olsun, hamısını görmüşəm. Bəlkə də kinoya həvəs, məhəbbət o vaxt məndə yaranıb, ola bilər. Və amma kinoya gələndə kinoya mən çəkilmək istəyirdim, amma o vaxt elə görkəmli aktyorlar çəkilirdi ki, biz onun yanında deyirdim, yox bizlidir və Ənvərə həsəd aparırdım ki, Ənvər nə yaxşı uşaqlığın son gecəsinə çəkib. Deyirdim, nə olaydı, bizi də çəkiydilər də. Yəni, Ənvər bizim üçün bir etalon idi, elə bil o cavanlar üçün. Və Arif Babayev rəhmətli, yəni bizə yaxın olurdu da, bir tin yuxarı qalxanda Xan Sarayının yanında onun qardaşlarının hamısını tanıyırım. Arifi, Akifi, Diyası, Vasifi, Azəri, lap kiçiyin, hətta Azərlə biz evlərinə də gedib gəlirdik və həmişə uşaqlığın son gecəsinə baxanda onların həyəti yadıma düşür, o insanlar yadıma düşür. Elə bir tarixdir də bu. Mən deyərdim ki, Arif Babayev İçəri şəhər üçün bir abidə qoyub gedib. Elə bir filmdir. Və çox sevinirəm ki, bu günləri bax biz Ənvərin işığına yığılmışıq və Ənvər bu kino sahəsində çox mərd həyat yaşayıb. Bir günləri təxminən, bilmirəm də, bir 10 ildən çox olar, gəldim, kinostudiya qaynar bir qazan idi, böyük bir yeri idi. İnanın ki, koridorda düz getmək olmurdu, kiməsə dəyirdim, mütləq. Biri qapıdan çıxırdı birinə. Bir gün gəldim, bu tərəfdən, bu qapıdan baxdım, o qapıyacan 3-cü mərtəbədə gördüm, heç kim yoxdur. Gəldim, orada dublaj adeli var. Gəldim, orada uşaqlar yığılardı orada, Səməndər gelin, dublaj eləyənləri, Rafiqin yanında da. Siqaret çəkən kim, danışan, gülən, dublaj eləyirik də. Heç kim yoxdur. Belə qaldım. Bir də gördüm, rəhmətli şey gəldi, nədir o, səs operatoru, Əsədov. Dedim, ay Əsəd, axı burada adamlar var idi, burada insan söhbəti vardı, burada səslər vardı. Nə oldu onlar? Dedi, heç nə olacaq, o deyil, divarda hamısının şəkilləri bir-bir asılıb. Doğrudan da getdim, bir-bir o şəkillərə baxdıqca o adamların hamısı yadıma düşdü. İnan ki, doğrudan biz xoşbəxtdik ki, biz Azərbaycan Film Kinostudiyasının intibah dövrünü görmüşük.
ən gözəl günləri biz görmüşük və onları bizə bəxş edən o rejissorlar, o sənətkarları biz qoyuruq. 276 nəfər işçi işləyirdi Lənkəran. Ştatda hələ nə qədər də gəlirdi. Böyük məktəb idi, böyük sənətdir. Yəni, qardaşım, mən səni ürəkdən təbrik eləyirəm. Mən sənə can sağlığı arzu eləyirəm. Sən bizim Azərbaycan kinosunun fəxrisən, ulduzusan. Sənin gözəl evladların var. Yaxşı bağın var. Hardadır? Şağandadır? Şağandadır, yox. Şuvalandadır. Bir də Çuxuryurda. Çuxur yurdu bildim. İnşallah görüşərik. Can sağlığı Ənvər. Mən çox sevinirəm, səni ürəkdən təbrik eləyirəm. İnsanların, bax, tamaşaçıların, ümumiyyətlə xalqın sevgisini qazanmaq hər sənətkara nəsib olmur. Sənə nəsib olub. Mən səni ürəkdən təbrik edirəm. Durma. Sağ ol. Çox sağ ol. Minnətdarım sağ ol.